Salam dostlar. Bu dəfə sizi bizim Qax səyahətimizə aparıram. Gözəl xatirələr topladıq və qərara gəldim ki, onları sizinlə də bölüşüm. Səhər tezdən evdən çıxdıq. Çamadanlarımızı maşına yerləşdirib həyətdə dostlarımızı gözləyirdik. Dostlarımız gələnə qədər yoldaşımla birlikdə biraz vaxt keçirdik. Bu anları da kameraya çəkdim. Bəzən ən gözəl xatirələr planlaşdırılmadan çəkilən sadə kadrlarda gizlənir. Yəni mən belə düşünürəm. Artıq hamı toplaşandan sonra yola düşdük. Yol boyu həm söhbət etdik, həm musiqiyə qulaq asdıq, həm də pəncərədən görünən gözəl mənzərələri izlədik. İlk dayanacağımız Qaxın ən məşhur təbiət məkanlarından biri olan Mamırlı şəlaləsi idi. Ora çatmaq üçün yolun son hissəsinə xüsusi afrad maşınları ilə getdik. Açığı bu hissə həyatın ən maraqlı anlarından biri idi. Çünki dağ yolları, meşənin içi, maşının hər döngədə yaratdığı həyəcan sözlərlə ifadə oluna bilməzdi. Hamısı ayrıca bir macəra idi. Yol boyu gördüyümüz yaşıllıq, təmiz dağ havası insana elə rahatlıq verirdi ki, sanki bütün yorğunluq geridə qalırdı. Gördüyünüz kimi nəhayət Mamırlı şəlaləsinə çatdıq. Bura adını qayaların üzərinə örtən yaşıl mamırlardan alıb. Bu hissədə yoldaşım şəlalənin başına çıxır və oradan mən aşağıdayam, məni çəkir. Gördüyünüz kimi mən də orada yerimi rahatlayıram qəşəngcə. Və mən də onu çəkməyə başlayıram burada. Hardasan görmürəm. Şəlalənin buz kimi soyuq suyu dağlardan süzülərək aşağı axır və ətrafdakı sərin hava ilə birlikdə möhtəşəm bir mənzərə yaradırdı. Yayın o cüzəsində belə burada özünü çox rahat hiss edirsən. Şəlalənin ətrafında xeyli vaxt keçirdi, bol-bol şəkillər çəkdirdi, videolar lentə aldıq və sadəcə o gözəlliyi seyr etdik. Buyurun İsa bəy, fikirləriniz önəmlidir bizim üçün. İstedim. Başqa? Soyuq. Başqa? Su istedim. Həyat yoldaşınızı sevirsiniz? Bir neçə romantik kadr da çəkdirdik. Elə bil ki, balaca bir love story çəkilişi alınmışdı. Məncə səyahətlər insanın sevdiyi adamla birlikdə olanda daha da mənalı olur. Gördüyünüz bu maşınla Mamırlı şəlaləsinə gəlmişdik. Qayıtmaq istədiyimiz zamanda zəng elədi və arxamızca gəldi. Əslində gediş-gəliş bir nəfər üçün 20 manat idi, lakin biz danışıb biraz aşağı saldıq qiyməti və 15 manata gedib gəlmək alındı bizdə. Suyun səsi, quşların nəğməsi və meşənin sakitliyi insana elə bir rahatlıq verir ki, oradan ayrılmaq istəmirsən. Məncə, Qaxa gələn hər kəs mütləq Mamırlı şəlaləsini görməlidir. Təkcə gəzməli yer deyil, həm də insanın ruhunu dincəldən bir məkandır. Açığı Mamırlı şəlaləsindən ayrılmaq biraz çətin idi. Amma bilirdik ki, qarşıda bizi daha gözəl yerlər və yeni xatirələr gözləyir. İlsu şəlaləsi. Buradan ora neçə kilometrdir İsa? Hə? Aşağıdan yuxarı neçə kilometrdir? 1.2. Deməli, biz yuxarı istiqamətdə 1 kilometrdən çox olan yolu, yəni belə aşağıdan, lap aşağılardan yuxarı doğru qalxırıq İlsu şəlaləsinə. Əslində burada xüsusi maşınlarla qalxırlar. Amma biz idman olsun deyə, günümüz maraqlı keçsin deyə, daha ləzzətli olsun deyə çəkək videoda məlumat ver İlsu haqqında. Məlumat ver. İlıq su. Nə danışsın onu? Danış. Nə danışsın? Nə səhər Bu Milli Parkın ərazisində bəbir, çaqqal, tülkü, qartal, başqa hansı heyvanlar var idi? Ayı. Bəbir.
bəbiri söylədim. Həmin heyvanlar var. Ceyran, maral, Ceyran, maral, cüyür kimi nisbətən zərərsiz heyvanlar da var. Buna rəğmən, bu qədər təhlükəli bir yırtıcı heyvanların olmasına rəğmən biz hal-hazırda göstərə bilmədiyim qədər aşağıdan yuxarıya bura qədər gəlib çatmışıq. Arxadakı mənzərəni, dağları, dumanlı çəni görürsünüz. Yəqin ki, təmiz havadır. Gözəldir əslində. Mən niyə tənk nəfəs olmuşam? Birincisi, oturaq həyata öyrəşmişəm. İkincisi, ancaq ağzımla nəfəs aldığım üçün, burun yollarım tutulu olduğu üçün çəkniyə çəkirəm. Amma asan tipli əslində yürüyüş hesab oluna bilər. Çünki yoldaşım belə hesab eləyir. Hətta o arxada qaldı. Bax, bu hissəni axıra qədər qalxmağa cəhd eləyib. Yarıdan çox səsini qalxsa da, sonra sürüşdüyü üçün ayaq sürüşür, yuxarıya qalxırsa tutmağa yer yoxdur. Daşlar sürüşkəndir. O səbəbdən inib. Amma mənim oraya qalxmağa cəsarətim yoxdur. Nəfəsim yoxdur. Görsən, danışa-danışa gedəndə gedə bilirəm. 3 dəqiqədə artıq məlumat verirəm insanlara. Bura qədər nə qədər məsafə qət eləmişik? Nədən mən deyəcəm? Nəyə? 1 kilometr artıq qalxmışıq. Mənim üçün çətindir. Amma yadda qalan bir gündür. Biraz uyuyor. Aynen, ha. Bu yəqin ki, onlar notlardan biridir. Bu sıkıntı gəldi, içməlidir. Gördüğünüz kimi yolumuzu davam edirik. Düşünürəm ki, artıq biz aşağı düşəndə hələ də qalxırıq. Aşağı düşəndə hava biraz qaralmış olacaq. Amma üzü aşağı olduğu üçün yəqin ki, nisbətən rahat düşərik. Bu arada gördüyünüz kimi üzümü yudum. Tuşum, bilmirəm oradan necə görünüb. Ayətdən axır, qaralıb gözüm altı üstü. Vivienne Sabo. Çok gözəl tuşdur. Olivia'dan almışdım. Gördüğünüz kimi dayanıqlı düzlüğü de reklam değil. Ama mənim reklamına ihtiyacı yoxdur. Bu hissələrdə insanlar gördükcə sevinirik. Amma onlar hamısı Niva ilə gəliblər. Nəqliyyat vasitələrlə, maşınla gəliblər. Biz piyada gəlmişik. Yəni bilmirəm, sevinməyə tələsirəm yoxsa yox, amma baxın, orada bizdən başqa da görürsünüz yəqin ki, baxın, insanlar var. Düzgün nəfəs alma texnikalarını bilsəniz əslində, məndən fərqli olaraq, sizin üçün daha rahat, daha əlçatan olar qalxmaq. Siz də orada bir gözəlliyə baxın. Baxın, belə nəqliyyat vasitələri ilə gələnlər var. Onları gözləyirlər təzədən həmin insanları aşağı düşürmək üçün. Sadəcə mənzərəyə baxın. Sadəcə dağlara, yaşıllığa, ormanlara, meşələrə, hər cür sinonimli, ekvivalentini verəmsə, səmaya baxın. Necə gözəldir axı. Bu arada, bayaq mən də internetdən oxudum. Bu şəlalənin ikinci adı Ramrama şəlaləsidir. Baxın, burada məlumatlar da verilir. Su və yaxud da Ramrama şəlaləsi adlanır. Hündürlüyü 76 metr. Dəniz səviyyəsinin yüksəkliyi 1550 metrdir. İşte gör necə olur da onu. Fəsindən asılı olmayaraq suyun buz kimidir suyu yəni.
next to us. I'll give you 20 manas if you put it in your mouth. I'll give you 40 manas if you shut up. I think it's gonna die. I think this is exactly Like the way that? to get like manas. Gördüyünüz kimi turistlər, xarici vətəndaşlar da var. Dəhşət çox adrenalin yaşadım. Çünki bu yola çıxanda çox isti olmuşdu və tərləmişdim. Və o şəlalələrin qarşısında şəkillər çəkdim. İndi video yolları da əlavə eləyəcəm və yaşıldım. Köynəyimi sıxsa su tökülər və xəstələnmə ehtimalım çoxdur. Amma hələ ki 2 gündə, 2 gecə daha doğrusu rayonları gəzmə Şəki, Mingəçevirə gedəcəkdi. Sabah Şəkiyə, növbəti gün Mingəçevirə gedəcəkdi. Ümid edirəm ki, xəstələnmərəm, çünki yumraq olmaq üçün, bu cür zirvələrə qalxmaq üçün xəstələnməmək lazımdır. Nədir? Xahiş. Kimsə apara biləcək bizi? Yox, onlar gözləyir ona görə. Apara bilməyəcəklər bizi. Yox, bunlar gözləyir, hamısı gözləyir. Hamısı gözləyirəm, nətər olacaqlar? Qayıtmağa, maşından qayıtmaq istədik dostlar. Çünki həm qaranlıq düşəcək, həm də Asfalt soyuqdur düşək. bizə. Amma necə? Suda orada Aşağıdakı kafenin işlərinə deyə yaparsın. Sən də hər şeydən dım danışırsan. Amma düşəndə qalxana qədər bulvarda belə gəzib romantik video çəkə bilərəm. Mənim normalda yüksəklik qorxum var. Belə yerlərə çıxmağı həmişə qorxmuşam, tərəddüd etmişəm, heç kəsə güvənməmişəm. Amma ailə həyatı ondan sonra yoldaşım bax belə. İsa'yla tanış olduqdan sonra adrenalin sonra dayandı. adrenalinlərə açıram və ona o qədər güvənirəm ki, ən təhlükəli yerlərə belə onunla çıxa bilirəm. Halbuki mənim yüksəklik qorxum var və ayaqlarım əsir titrəyir, amma çox güvənirəm yoldaşıma. Kocam benim, kocam. Və göz nəzər dəyəcək. Yumarlanıb gedəcəyik. Qışda burada su buza dönür hətta. Təsəvvür edin ki, bu indi düşdüyümüz yolunu biz də piyada qalxmışıq. Bu dəfə tam çəkəcəm ki, sonra sübut edə bilim ki, gələndə o boyda piyada yol gəlmişik. Ən tez yarım saata gəlmək olarmış. İnternetdə elə oxudum. Bu da ayılan düşürük. Gələndə piyada gəlmişdik. Qaydamda burada kafe var idi. Həmin kafenin sahibi ilə düşürük. Səmanın gözəlliyi. Görürsünüz, yolun sonu görünmür, yəni. Şəhərdə hər şey sürətlə keçir. Amma burada zaman başqa cür axır. Burada hər addımını hiss edirsən, hər nəfəsini daha dərindən alırsan. Düşünürəm ki, əgər biz də hamı kimi şəlaləyə qalxanda maşınla getsəydik, bəlkə də bu hisslərin heç birini yaşamayacaqdıq. Burada ödədilər ki, buranı baxın düzəldəcəklər və buranı parking edəcəklər, ödənişli olacaq. Girişi 2 manatdan. 5 ildən sonra da kanat alacağım söyləyirlər. Biraz sözlərdir. Sağ ol, sağ ol. Bəli, çox yorulduq.
Amma indi geri dönəndə anlayırıq ki, ən gözəl xatirələr məhz bizi ən çox yoran anlardan yaranır. Bu yol bizə bir şey də xatırlatdı. Həyat da belədir. Asan əldə olunan şeylər tez unudulur. Amma zəhmətlə çatdığın hər zirvə, hər mənzərə, hər uğur yaddaşında qalır. İlusu şəlaləsindən bizə qalan təkcə şəkillər və videolar deyil. Təmiz hava, buz kimi su, meşənin səssizliyi, yorğun ayaqlar və uzun müddət unudulmayacaq bir macəra. Əgər yolunuz nə vaxtsa qaxa düşsə, özünüzü bu təbiətin qoynuna buraxın. Yorulacaqsınız. Bəlkə biraz gileylənəcəksiniz də. Amma geriyə dönəndə yaxşı ki gəlmişəm deyəcəyiniz yerlərdən biri məhz buradır. Bu səfər də bizim yaddaşımızda ən xüsusi xatirələrdən biri kimi qalacaq.